Məncə yox. Rusiyaya ümid bəsləyən adamlar var Azərbaycanda. Siyasətçilər arasında da var. Amma onların xalqdan dəstək almasını mən real saymıram. Məncə Təsir gücləri var mı? Məncə Rusiya ilə bağlı bizim cəmiyyətdə aşağı-yuxarı oturuşub mənalar 20 yanvardan sonra. Bəli. 20 yanvar, sonra işğal, Xocalı, Ermənistanın Rusiya tərəfindən dəstəklənməsi, hərbi yardımlar falan. Məncə Rusiya ilə, hətta Rusiyanın təbliğatı Azərbaycanda çox da işləmir. Elə mi düşünürsünüz? İşləmir. Daha çox Türkiyə, İran, bax oradan gələn təhlükəli təbliğatlar ki, bəziləri həqiqətən də təhlükəlidir. Ora daha çox diqqət yetirmək lazımdır. Demirəm Rusiyanın istiqamətini boş buraxaq. Rusiyanın dediyim ki, qurucu qüvvəsi qalmayıb. Rusiya burada gəlib hökumət qura bilməyəcək. Rusiya burada ancaq olsa dağıdıcılıqla məşğul olur. Var o zaman dağıdıcılığını həyata keçirə var, biləcək. Var. Rusiyanın dağıdıcı gücü qalıb, mən dedim axı. Tam təmizlənmək üçün nə etmək lazımdır fikircə Heç və o yəni, özünü harda göstərir? Tam təmizlənmək olmayacaq. Oradan həmişə təhlükə olacaq. Ümumiyyətlə dövlətlər bir-birindən həmişə, mən bir dəfə o misal çəkmişdim sizə. Yüksək təhlükə mənbəyi. Mülki qanunvericilikdə belə bir anlayış var, mülki hüquqda. Məsələn, avtomobil. Avtomobil sürən hər kəs bilir. Sən hər yerdən təhlükə gözləməlisən. Yaxşı sürən adam hazır olmalı. Sağdan, soldan, öndən, arxadan piyada çıxa bilər, maşın, kimsə çaşa bilər, kimsə tormuzu tutmaya bilər. Hər cür hadisə ola bilər də yol. Bu demək deyil ki, sən o biri sürücülər haqqında pis düşünürsən və yaxud onların eləsi şübhələnirsən. Yox, amma sən o təhlükələrə hazır olmalısan. Yoxsa yola çıxa bilməzsən. Dövlətlər də məcazi o da olsa yüksək təhlükə mənbələrində. Onlar bir-birindən hətta xüsusilə həmsərhəd dövlətlər bir-birindən hər zaman təhlükə gözləməlidir. Ona görə Rusiya şübhəsiz ki, bütün digər qonşular kimi bizim üçün yüksək təhlükə mənbəyidir. Biz ona həmişə ayıq olmalıyıq. Amma dediyim kimi, xüsusilə demokratik seçki olarsa, Rus yönümlü siyasi qüvvələrin hakimiyyətə gəlməsini mən ağlıma gətirə bilmirəm. Halbuki dediyim kimi, Rusiya ümid bəsləyən insanlar, o cümlədən siyasətçilər arasında var, amma o çox marjinaldılar. Rusiya amma dediyim kimi, dağıdıcı gücü var, qurucu gücü yoxdur. Rusiya gəlib burada özündən loyal bir hökumət qura... Bizə təhlükədirmi hansısa forma? Rusiya bizə nə qədər təhlükə ola bilər? Məsələn, 10 il əvvəllə müqayisədə... Bax, biri elə Ermənistan. Sabah götürüb Ermənistan hansısa bir yolla yenidən düzdür. Biz deyə bilərik ki, ordumuz güclüdür, yenidən filan eləyə bilər. Amma niyə olsun ki, niyə yenidən müharibə olsun? Və yaxud bizim şimal sərhədlərimizdə 90-cı illərdə görmüşük. Çeşidli separat, o cümlədən cənubda, yaxud separatist, deməli, marjinal da olsa qüvvələri yenidən işə sala bilər. Terror aktları filan var bu. Eləcə də İran filan. Yəni, belə gücü var, dağıdıcı gücü var. Amma qurucu gücü yoxdur.